أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين Allahümme salli. Biz gəlirik, bizim bəhsimiz budur ki, ümumiyyətlə bu söhbəti xırdalayaq. Təsihi ma yəsihhu Bu söz gülü var gəlib təsih-i ma yəsihhi anhum. Bunu istəyir bəhs edir. Deyir ki, alimlər məqsədi nədir? Kəşfinin məqsədini başa düşmək üçün bunu təfsir ediblər. Əsl mətləb buradakı bunların təfsirinə bağlıdır. Mətləb nə demək istəyib kəşfi? Buradakı təfsirə bağlıdır. Məsələn. Deyir, burada iki cürə bəhs var. Biri budur, yəsihhu anhumdur. Bu birinci şey. Birinci deyəndə əslində ikincidir, fərq eləmirdir. Bizim bəhsimiz birinci bu. Biri bu təsih-i madır. Təsih-i madə da mayın üstündə biz işləyəcək, manovru verəcək. Təsih-i ma yəsihhu anhum. Əvvəl gəlir, izah edir həmin bu yəsihhu anhum. Əlbəttə ki, bu bəhsə girməmişdən əvvəl gəlir təqribən bir vərəq bundan danışır ki, bunun üstündə bu kəşfinin sözün ki yazılıb gəlib, kəşfinin sözün alimlər vecsiz baxmayıblar. Çoxlu bizim alimlərimiz var ki, onun sözünə söykəniblər və ona uyğun çoxlu öz hədisləri mötəbər ediblər, çoxlu şəxsləri siğə ediblər. Əvvəl adlar getirəcək. Amma gedək deyir ki, əsl mətləbə varid olar. Onlar necə buya əl çatıblar? Orada başlığı biz üzündən oxuyacaq, alimləri sayır, kimlər nə ediblər. Amma əsl mətləb buradan başlayır. Deyir, bu iki hissədən ibarət. Təsih-i ma, yəsihhu anhum. Təsih-i ma nə deməkdir? Yəsihhu anhum nə deməkdir? Deyir, bunun işi rahatdır. Gəl, bunu əvvəl izah elə, sonra bunun işində də dava əsr. Bunun iki dənə məna ediblər burada. Bunun işi rahatdır. Bunun işi budur, yəsihhu anhum, bu ola bilir ki, vaxtdır ki, məsələn, hədisin sənədinə baxırıq. Hədisin sənədi, bu əshab-ı icmadan kiməsə qədər, əshab-ı, yəni əvvəl, yəni əshab-ı icmaya qədər olan şəxslərdə bir problem çıxmasa, yəni sənədin ibtidasından, hədisin sənədin ibtidasından, bu əshab-ı icmalardan biri kimsə sənəddə oldu. Çatı orada, ondan sonra yəsihhu anhum, ondan sonra bunlardan səhihdir. Belə deyərlər ərəb dilində. Bu birinci məqamdır, mətləbdir. Bu rahat, bunu qoyuruq qırağa. Dava buradadır. O ki, deyiblər, əcməətil isabə təshihə ma, təshih ma yəni nə? Ma-yı mövsulun məna ediblər. Bir qrup alimlər deyib ki, madan məqsəd, həmin mənay məsləridir. Və mənay hekayət. Və mənay rivayətdir. Ağa, rivayət hədis yox, ha. Yəni, hekayət etmək, rəvayət etmək. Hə? Əcməətil isabə təshih ma yəsihhu anhum. O kömdən başın lazımdır. Deyiblər ki, sanki belə deyiblər onlar. Əcməətil isabə təshih rivayətihim. Yəni, bizim alimlərimiz icma ediblər ki, bunların rivayətlərin təyin, təsdiq edin. Rivayətə yəni nə? Rivayət hədis yox, ha, məzmun hədis yox. Bunların hədis deməyin təsdiqliyir. Necə yəni? Deyir, yəni, məsələn, Yunus ibn Əbdürrəhman, Zurarə ki, deyəndə həddəfəni, yəni onun sözünü qəbul edin. O düz deyir, yəni. Diqqət ediniz. Bəs mayın birinci mənası hekayət, rivayət, bəmanay məstəridir. Məstərdir, yəni. Yəni nə? Vaxt ki, deyəndə əcməətil isabə təshih hekayətihim elə. Yəni, deyir ki, ey cəmahat, vaxtdır ki, bunları görsəz sənətdə, bunların rivayət eləməkləri var, hekayət eləməkləri var. Ya necə ən, ya həddəsəni, ya səmi'tu bunlar deyirlər, Yunus ibn Əbdürrəhmana. Bunların bu sözün təsdiq edin, təyid edin. Bunların bu sözü təsdiq edin. Bunların bu sözü təsdiq edin. Cümlə necə? Yəni təyin edin, təsdiq edin. Edin. Bəli.
Yəni təsdiq etməkdir. Yəni alimlərimiz icma eləyiblər ki, bunların bu işinin təsihinə, rivayət məqsədi feil məstər mənası, hədis yox, işi görmək. Yəni başqa təbirlə desək, məsələn üçün Zurara ki deyiba, məsələn Zurara ki deyiba, həddəthəni, düzdür? Həddəthəni ki deyiba, həddəsəni ki deyib, Zurara bu sözü deyib. Həddəsəni sözü özü feildir də bu. Rivayət eləmək deməkdir. Hədis nəql eləmək deməkdir. Onun Zurarənin bu sözünü təsdiq edin, təyid edin, təsdiq edin. O düz deyir. Doğrudan da ona kimisə bu hədisi deyib. Doğrudan da içirib. Aydın oldu? Bu mənaya uyğun götürsək, bu məna ilə bu qədər sabit olur ki, bu əshab-ı icma özləri siqa adamdılar. Yəni nə deyiblərsə düz deyirlər. Özləri, sözləri düzdür. Bəs bu məna ilə biz əshab-ı icma indi 18 nəfərdir, 22 nəfərdir, onların düz danışan olmağın təyidir, bu qədər. Dahi bunların şeyxləri düz danışandır, hədis ki onlardan gəlib düzdür, yoxsa ondan biz danışmırıq. Yəni bizə deyib ki, qardaş, onlar ki demirlər səmi'tu, həddəsəni, qaləli, ən, bunları düz deyirlər, doğrudan da onlar eşidiblər, doğrudan da onlar hədisi eşidiblər, hədis nəql edirlər. Bu oldu bir dənə məna. Bəziləri gəlib deyirlər, madam məqsəd həmin hədisdir. Həmin məzmun hədis, yəni mətn hədis, bağışlamayın, mətn hədis yəni. Yəni nə? Deyiblər ki, əcməətil isabə, alimlər deyiblər ki, təyid edin, təsdiq edin ki, onlardan olan hədisləri, o rivayətin özünün məzmun hədisi qəbul edin. Nə onların dediyi? Nə onların sıfı həddəsəni sözü düzdür. Bunu desək, biz bu sözlə hədisin təsdiqinə hətta onların şeyxlərini də təyid eləmiş oluruq. Onların şeyxləri düzgün deyibdir. Çünki bunlardan gələn hədis düzdürsə, bəs şeyxləri düz deyibdir onlara. Belə bir hədis doğrudan var məsumdan. Bəs məna aydın oldu. Bir dəfə deyirsən, mayın mənası burada sırf hekayət eləməkdir. Ulama bu sözü hardan deyir? Cümlədən baxılıb, bir nəticə istisar edirlər. O cümlədən gəlirsən, təhsih mayyəni, farsında belə olur mənası. Təhsihkərdən an çizi yəni nə? Aferin gəlir bir şey çıxardasan orada. Yazıbsın da, təhsih eləmək, təyid eləmək o şey ki, o şey nədir? Şeyə gəlir mənə eləsən də. O şey, əshab-ı icmanı özünü də götürə bilərik. Gəlirəm. Əgər desən, o şey hekayət eləməkdir, məstər. Bu söz, aferin, bunların kəlamı ki var, həddətəniyə gətirib çıxardı, yəni bunu sən təsdiq eləməksən, Zuraranı, nəticə olur bu kəlmənin nəticəsi budur, sən əshab-ı icmada olan şəxslərin özü siqə bilirsən. Yəni deyirsən ki, deməksən ki, bunlar ki deyirlər həddəsənə düz danışırlar onu qəbul edin. Yəni nəticədə kim oldu siqə? Əshab-ı icma özü siqə oldu. Aydın oldu. Amma əshab-ı icmadan sonra gələn şəxslər ki var, siqə deyir. Hədis düzdür, onunla biz danışmırıq. İndi biz bura aşağıdan yuxarı baxırıq da, düzdür. Bilmirəm, mən yuxarıdan aşağı. Deyim mən necə? Məsələn, indiki zamanda kimsə durub bir dənə hədis nəql eləsə, o gedib əshab-ı icmaya çatsa, biz o hədisi qəbul edirik. O bunun tərifindədir. Bunu qoy qırağa. Bir dənə mənə çox fokuslanın. Bu boş, bu asaddır. Budur, buna bir dənə gedin. Birinci mənanı başa düşürük, məsələr mənası nədir? Deyirlər ki, o madan yəni onların hədis nəql etməyini qəbul edin. Yəni nə? Onlar ki, hədis nəql elə, hədisin nə olduğunu işim yoxdur. Onlar nəql etməklərində sadiqdirlər, düz danışırlar. Bu mənaya uyğun biz yalnız əshab-ı icmanın özünü siqə çıxartdıq. Amma onlar kimdən nəql edirlər? Siqədirlər yoxsa imama qədər? Ya məsələn üçün onların hədisi düzdür, ondan hələ biz danış. Əgər bu adam siqədirsə, şayət mən siqəyəm, mən nəql edim şəxs siqədir, bəlkə o adam gəlib mənə xeyli alladır.
Mən deyirəm ki, qardaş, Sən aldadırsan da onu nəql edirsən. axı biz qabaqda dedik axı nəqli hədisdə şərtdir ki, hökmən bütün silsilədə olan şəxslər siğə. Bəs onda belə olsaydı, onda biz bu elmi niyə oxuyuruq? Onda bütün səhət zadirlərdir. Niyə oxuyuruq ki? Siğə olmağına da dəlalət edir. Niyə? Birinci mənada niyə? Dəlalət edir. Vaxt ki, deyir ki, siz onların həddəsəni söhbətin təyid edilin. Yəni, onlar ki, həddəsəni demək, doğrudan da onlar bu rivayəti eşidiblər, sizə nəql edirlər doğrudan. Niyə? Bu siğə olmaqdır da. Yəni, yalan danışmırlar, doğrudan həddəsənidir. Yalan demir. Ağacan, diqqət edin. Yo, tutmadınız, məqsəddən sıxaq olun. Mən bir dəfə deyirəm ki, qardaş, mən eşitdim ustadımdan. Mənim bu eşitdim ustadımdan ki, o məzmun deyəcək, bu eşitdim ustadımdan ki, ustad dedi ki, sabah yağış yağacaq. Mənim bir dəfə bu sözüm düzdür, bir dəfə sözüm bu yalandır. Düzdür yoxsa yox? Nə vaxt deyirlər mənim bu sözüm düzdür? Vaxt ki, doğrudan da mən ustadımdan eşitmişəm də bu sözü sizə deyirəm. Düzdür yoxsa yox? Əgər doğrudan mən ustadımdan eşitmişəm, deyirəm ki, ustadımdan eşitdim sizə dedim, mən onda siqayəm də. Mən onu düz danışıb, yalan danışmıram da, ustaddan doğrudan bunu eşitmişəm. İndi bu hədisin məzmunu həqiqətlə düzdür, yoxsa o mənim işim deyir ki. Gəlirəm. Elə bir ki, bura ki, rahat mətlədir, bura keçməliyik bura. Bura çətin yoxdur ki. Mən ki, deyirəm ki, ağacan, diqqət edin, ağacan. Mən qoy bir dənə. Kəzzabdan da bir hədis nəql edir. Ağa, biz kəzzabla nə işimiz var? Ağacan, biz mətləbə qaydaq. Bizim bəhsimiz budur ki, alimlərimiz deyiblər ki, bunlar üçün icma ediblər. Biz bunlardan danışırıq. Bizim başqa ravilər nə işimiz var? Bu 18 nəfər ki var, 22 nəfər haqqında bizim alimlər bu sözü deyiblər. Başqaları haqqında yox. Biz istəyir bunları təhlil edək. Nə ki, dünyada belə bir ravi yoxdur ki, kəzzabdan nəql eləməsin. O işimiz yoxdur. Burada nəql olunan şəxsdən danışmır söhbət birincidə. Burada mərvidən danışmır. Burada bunun özündən danışır. Ağasın birinci mənaya qədər özündən danışır. Kimdən nəql edən şəxs düzdür, ondan danışmır qəslən. Bəli, deyir ki, ağa natiq, Zurarə ki, deyə eşitdim ha. O eşitdimi düzdür, yalan danışmır. Çünki Zürarə özü siqar adamdır. Tərəf yox, çünki yox. Elə ki, alimlərimiz hamısı deyir ki, Zurarə ki, deyəndə eşitdim, düz danışır, bəs onda Zurarə siqədir. Kim bunu biçindir? Bunu bizim alimlərimiz. Elə bir alimlərimiz icma ediblər ki, Seyyid Mahmud deyibsə eşitdim, yəni doğrudan Seyyid Mahmud eşidib, özündən demir. Ağa o başqa mı? Ağa bizən, siz mətləb haqqında sual vermirsiniz. Siz başqa mövzu haqqında danışırsınız. Demə, diqqət edin. Bizim alimlərimiz icma ediblər ki, bu 18 nəfəri qəbul edib. Düz. İndi sual yaranır. Nəyi qəbul edək? Bu əvvəl kəlam, hələsini sabit edək. Aya demək istəyiblər ki, onların hədislərini qəbul edin. Yoxsa deyiblər ki, onların rivayət eləməklərini qəbul edin. Siz iki dənəsi budur. Tələs hələ çatmamışıq. Mən istədim burasını gördüm, hələ burada biz gir eləmişik. Tələsmə. Bir dənə ma deyir ki, onların rivayət eləməyini qəbul edin. Ya ki, Zurarə ki, Yunus ibn Abdurrahman, ya hər kəs bu 18 nəfər bildir. Elə ki, desələr səmi'tu, yəni doğrudan onlar eşidiblər. İndi onların eşitdiyi doğrudan düzdür, yalandır, işimiz yoxdur. Yəni vaqiyyətlə mütabiqəti var. Doğrudan imam sözü işim yoxdur. Yəni doğrudan düz deyirlər, onlar doğrudan eşidiblər. Onlar yalan danışmırlar. Doğrudan dəlillə gətirirlər. O da bu da. Ağa biz istəyirik onların sözünü başa düşək. O sözü kimlə deyir? Ağacan kəşfi durub deyir ki, bizim alimlər icma ediblər buna. Bizim də işimiz yoxdur alimlər. Bu söz kimin sözüdür? Təsdiq imam. Ağacan o dünənin mətləbidir, niyə icma ediblər? Biz fərzimizi bununla götürür ki, bizim alimlərimiz durub, rical alimləri icma ediblər ki, bunlardan təsihi ma yəsihu anhu. Bunu kəşfi nəql edib. Əllərində dəlil olub da. Yox, dəlillərinə dünən işarə edir, 3 dənə dəlillə işarə elədi. Bir dənə dəlil buyur ki, ağacan, bu cürə gəlib qənaətə gəlmişdir, sizə qurban. Bizim orada ümumiyyətlə onlar kimsə siqə bilməkdən danışmır. Kəşfi istəyirmiş ki, desin ki, bizim alimlər bu adamları
Çünki bu adamlardan hədisi çox nəql edirdilər. Şiə fikri buna dayanır, onun üçün deyiblər. Bu bir. Bəziləri deyirlər ki, yox, o alimlər ona görə icma eləmişdilər ki, səbəblərini deyirlər. Çünki onlar özləri siqə idi, ona görə. Bu bir. İki, istəyir ki, siqələri yesin. Bəziləri deyirlər ki, yox, onlar tək siqə deyil. Ona görə bunlara deyiblər ki, götürün, baxıblar alimlər, qədimi alimlər. Həm bunlar özləri siqədirlər, həm bunların nəql elədiyi şəxslər siqədir, ona görə. Bu oldu bəs, bu oldu təqlidi bəs. Müsənnif gəlir, deyir ki, bir dəqiqə gözlə, qollarımıza qətə görək, doğrudan bu cümlədən bu çıxır, yoxsa yox. Elə o təhqiqana girir bəslər. Görə bu cümlədən bu çıxır, yoxsa yox ümumiyyətlə. Və etmək ki, bu çıxmır cümlədən. Kəşşinin sözü hamısını yazmadı və əcməət el-isabən də bunu yazmadı. Bu, buranın üstündə qalmış. İstəyir müsənnif bir-bir araşdırsın. Bizim görək bu təsihimmadan o çıxır, yoxsa yox. Aydın ola qalacaq. Mən təəssüf edirəm ki, bu maya çatdıra bilmədim sizə. Qoy maya qədər oxuyaq. Çünki maya qədər o vaxtımız getdi. Maya qədər oxuyaq, sonra maya tərzdən bir dəfə də verəm toğucu. Bildiniz ağadan, madadır dava. Mayı necə başa düşür? Əgər mayı hekayət mənasında başa düşdün, mənası budur ki, yalnız onlar siqədilər. Əgər mayı sən hədis mənasında düşdün, yəni onların hədisləri ki var, hədis nəqlə imamdan o düzdür. Bu artıq başqa məna verir. Sən ki deyirsən ki, mayın mənası hekayət eləməkdir, mənası budur ki, Zurara ki deyir ki, eşitmişəm, yəni Zurara eşitməyində düzdür, düzgün danışır, yalan danışmır. Bu eşitməyində düz danışırı alimlər deyibsə, kəşf edilir ki, Zurara öz siqədir. Nəinki Zurara siqədir, bəs o düz danışır. Elə ki, bizim bütün alimlərin durub ki, deyirsə ki, Seyyid Mahmud desə ki, eşitmişəm, yəni doğrudan eşidib, alimlərin sözündən kəşf edilir ki, doğrudan da Seyyid Mahmud siqədir. Düz. İndi Seyyid Mahmudun rivayət elədiyi şəxs var, şəxs. O siqədir. İki dənə qol aydınlığı. Ya Səmitu deyəndə bu imamın özündən eşidir, ya da kimdənsə rivayət edir. Burada ayrılır da. Bunu qəbul edirik ki, bunu deyəndə ki, mən eşitdim, biz deyirik ki, bəli, bu imamdan eşidir və düz adamdır, düz deyil. Bu rivayət elədiyi bəlkə biz orada bəhs eləmirik ki, ravi imamdan birbaşa eşitdi, səmihdir. O olsa mətləb qutarır, bizim orada bəhsimiz yoxdur ki. Biz o nə edirik? Biz istəyirik deyək ki, alimlər ki... Ravinin bu sözü düzdür. Ravi ki, deyir, eşitdim ha, kimdən olursa olsun, imam yegir, düz danışır, eşidib, yalan danışmır. İndi bunun eşitdiyi adam imam idi, ya qeyri imam olub ravidir, onunla işimiz yoxdur. Eşitdiyi hədisin məzmunu, vaqiyyətlə mutabiqdir, buna əslən işimiz yoxdur bizim. Biz Zuraradan o tərəfə getmirik. Tərəf. Çünki Zurara adətən birbaşa nəql edir. Mən Zurara məsələ zəhli yermir. Yəni Zurara düz danışır, Zurara yalan danışmır. Elə ki Zurara düz danışır, kim deyir Zurara düz danışır? Əshab, Şiə alimlər hamısı, Cəmaət əshab. Ki Qudama, nə Şeyx Tusi, nə Nəccaşi, bunlar dünənlər gəliblər. Sonrakıdır. Bəs onda o özü siqədir. Yaxşı, o özü siqədirsə, birdən Zurara imamdan birbaşa nəql eləməsə, başqasından nəql eləsə, onların da siqəni çatdırır. Və ya o hədisin məzmununu düzgünlüyü çatdırır, yox, bu məna onu çatdırmır. Bu qədərdir ki, Zurara ki, deyəndə eşitdim, həddəsəni, əxbərəni, bunu düz danışır. Onu deməyin qəbul edir. Hə, deməyin qəbul edir, yəni yalan danışmır. Bəs ondan sonra ki, sənəti özünüz araşdırın. Zurara siqəri çatdırır, bir. Zurardan yuxarını özünüz araşdırın. Hə, bu mənaya gəlsək, əshab-ı icma bəhsinin bizə heç bir faydası yoxdur. Niyə? Çünki bu 18 nəfər, 22 nəfər beləvi şəxsiyyətlərdir şey. Bunların olsa başqa dəlillərimiz var ki, bunlar siqərlər onsuzdur. Bunlar müsəllamatdır fiqdə. Fiqdə deyirəm, yəni Şiə alimlərsə bunlar tanınmış şəxslərdir. Bu mənaya eləsə, heç faydası yoxdur onların. Yəni, sən gəlmirsən əshab-ı icma bəhsi ilə, tavsiqat-ı ammanə, bu 18 nəfərə siqəliyi sabit etsin. Bunların siqəliyi burada sabit olun. Başqa dəlillərimiz var ki, ayrıca bunlar üçün nəslər var, bəzən imamlar hədis var bunlar üçün. Ya bəziləri üçün bizim qədimi rizal alimləri bunlar üçün sözlər deyiblər. Bəs bu mənaya uyğun, bu bəhsin ricalda faydası olmur. Amma desəm, madan məqsəd hədisdir.
Yəni onların dedikləri hədisləri, o hədis ki var, mətn hədis var ha, onu qəbul eləyin. Mənası budur ki, bu buradan ta imama qədər hamısı düz olacaq da. Gəldi, çatdınız bu əshab-ı icmadan birinə, düzgün çatmışsa, sağlam çatdı sözlər, indi onlar hamısı siqəlsə, buradan o yana nə deyirlərsə, hədis deyirlərsə, rivayət elə bu mənaya yox, məsləri yox. Həmin o hədis, məzmun hədisdir, o hədis ki var, xəbər, mətn hədis, onu qəbul edin, o artıq böyük bir şey olacaq bizə. Burada nə olacaq? Burada nəinki Zurarənin özü siqəli sabit olur, ustadları da var, rivayətlər də sahih olur. Bu məna ilə əshab-ı icmanın faydası var. Niyə? Düzdür biz əshab-ı icma tosiqatı ilə bunlara ehtiyacımız yoxdur, Zuraranı siq eləsin. Amma Zuraranın ustadı yoxdur. Məsələn, başqa Yunus ibn Əbdürrəhman ki, gəlib kimdən hədisə. İndi danışdıq ha. Yunus ibn Əbdürrəhman amma kimlərsə nəql edir. Kimlərsə biz tanımırıq ki. Amma bu əshab-ı icmaya görə biz bu mənaya olsa, o hədisi götürdük özümüzə. Bəs bir dəfə dedim, qutarım mətləb. Əgər birinci məna isə, ricalı bizə faydası yoxdur. Çünki bunların siq olmağını biz başqa yolun olsa sabit edirdik. Bu mənaya görə yalnız bunlar siq olurlar, düz danışan onlar. Bunların hədisi düzdür yoxsa yox. Bunların nəql elədiyi şəxslər zəifdir yoxsa ondan danışmır. Bu da ki, Mahmud düz danışır ki, eşidib məhlədəki kişidən, bunu düz danışır. Amma o məhlədəki kişi düz adam düzdür, bundan danışmır. Sırf Mahmudun rəvayət eləməyi təsdiq edir. Bəli, Mahmud hər şey eşitib danışmalıdır. Yox, əlbəttə ki. Siqa adam, bazardan keçir, görür ki, bir qrup yığılıb, deyir ki, mən məsələn, imamdan belə şey eşitdim. Müşkil orada deyir ki, şayət Zurara o adamı tanıyır, ona etibar edir, məsələmiz. Etibar deyirsən ha. Şayət. Amma biz o adamı tanımırıq axı. Biz bilmirik adam kimdir. Onda biz belə buradan götürməliyik ki, Zurara ki, hər kəsdən nəql edir, onda onlar da siqədirlər. Zurara da hər kəsin nəql edir. Bu şərtlə ki, mailsən, hədis kimi götürsən. Bu əvvəli kəlmə, sən gəlib bunu sabit edəsən. Bu ərəb dilində də, ürfdə hər iki mənanı verə bilər. Bu mənanı versə, yalnız Zuraranı təyid edir, təsdiq edir. Bəli. Bu mənanı versə, nəinki Zuradan sonra şəxslərə də və onun hədisi mətnindən təyid edir. Aydın oldu. İstəyirəm, biz hələ bəhsə girməmişik. Biz hələ müqəddimətçiyinidir. Bunun iradları nədir? Hansı qəbul olunur? Heç biri qəbul olunur. İndi qabaqda oxuyacaq. Hələ biz tərhi məsələ edirik. Aydın oldu. Bu da belə gedir. Əgər desən, mənası budur ki, onların yəni hədis nəql eləməyin, bu feilləri düzdür, yalan danışmırlar. Faydası yox. Onu sabit edir. Ricalı faydası yoxdur. Niyə? Çünki biz başqa yola bilirik. Yox desə, hədis mətni, onların nə ki, öz şeyxlərin nəql. Vaxt ki, biz onların şeyxlərini tanımasaq, məsul olsa, bizim o mərtəbə olacaq, inşallah. Gedək. Ət-təfsirul əvvəl liqavlihim təshihi ma yəsihu ənhum. Tələqqəl əshab. Tələqqəl əshab, yəni təyid eləyiblər əshab, əldə eləyiblər əshab. Yəni əyyədə, beləncəsində ola bilər mənası. Ma zəkərəhul kəşşi. Kəşşinin dediyin qəbul ediblər. Amma necə qəbul edib, hələ qabaqda oxuyacaq. Fi haqqi təbəqat-ı thəlath bil qəbul. Yəni tələqqə bil qəbul. B hərfi-cər mütəlləqdir tələqqəyə. Fəyyəzharu zalik. Bunların, sən hardan bilirsən, müsənnif, hardan bilirsən bunlar da kəşşinin sözünü qəbul ediblər? Yəzharu zalik, bunların qəbul eləməkləri bittətəbbu fi kəlməti. Sən onların kəlmələrini axtar, görəcəksən onlar da kəşşinin sözünü qəbul ediblər. Amma necə qəbul ediblər, indi qabaqda təfsirlərdir. Və nəhnu nəzkuru əsmaəhum və məvadi kəlamihim. O kimlər ki, qəbul ediblər, harda bunları zikr edirik. Bizi hələ əsl bəsə girməmiş. Muhammed ibn el-Həsən el-Tusi, yəni Şeyx Tusi, heythu ixtəsərə rical-ı kəşşi və tərəkəl ibarət-ı thələt ələ xalihə. Deyir, Şeyx Tusi də bunun sözünü qəbul edib. Hardan bilirəm? Şeyx Tusi götürməmişdi kəşşinin kitabını tərqis eləməyib, xülasələşdirməyib. Hələ götürüb onun kitabını xülasələşdirib, ona heç bir təliqə də vurmayıb, heç bir irad da bildirməyib. Yəni onu qəbul edib, onun sözünü. Getdi. Bu bir. 2. Rəşiddin Muhammed ibn Ali ibn Şəhri Aşub fi kitabı Əl-Mənaqibdə
Lakinnehu zəkərə təbəqətul ula və thani bi ixtilafin yəsir və tərəkə zikr salih. Amma özü o 3 dənə təbəqə idi. Birinci təbəqədə, ikinci təbəqədə bəzi münaqişələr edib şəxslər arasında. Amma üçüncü o eynən saxlayıb. Yəni icmalı baxanda o da Kəşfinin sözünü sanki qəbul edir. Üçüncü, Əllamə Hilli fəqət əşarə ilə ma zəkərəhul Kəşfi fi xulasatihi fi məvaridi min kitabı. Əllamə Hilli də elə Kəşfi nə deyib, elə onu elə belə işarə edib. Heç bir ona bir irad bildirməyib, intiqad eləməyib. İbn Davud Hilli bunlar eyni dövrdə olurlar. İbn Tavus'un tələbələr olur ikisi. Müəllifi Ər-Rical Ma'ruf bir Rical İbn Davudda öz heysu qala belə deyib. Əcma'atil isabə əla 18 rəculə. İcma ediblər isabə, yəni tayfa, həmin o şiə alimləri 18 dənə kişiyə ki, fələm yaxtəlifu fi ta'zimihim. Bunların əzəmətində heç bir ixtilaf eləməyiblər. Qeyrə ennəhum yetəfavatun 3 dərəcə. Məgər ki, bunlar dərəcə etibarını 3 dənə dərəcəyə nə olublar, bölünüblər bu 18 nəfər. Məqam və dərəcə. Bəziləri həm İmam Baqir, həm İmam Sadiq əleyhissalamın olublar, bəziləri İmam Sadiq və ilaxır belə. Onu bu deyir, şey deyir, İbn Davud deyir. Şəhid əvvəl nə deyib? Şəhid əvvəl fi qayətil murad indəl bəth ən beyis səmərədə. Fiqdə belə də meyvənin alğı satışı, meyvənin alğı satışı məqsəd budur ki, ağacda meyvə var budur. Onu alğı satışını eləmək olar, yoxsa hələ ağacda da hələ. Oradakı bəhsdir ki, heysu nəqələ hədithən fi sənədihi Əl-Həsən ibn Məhbub var. Bir dənə bəhs getirir burada, hədis getirir. Hədisin sənədində Həsən ibn Məhbub var. Orada deyib ki, Həsən ibn Məhbub əshab-ı icmadandır, gərək qəbul edir. Məlumdur ki, o da bu Kəşfinin bu sözü ilə istifadə edir nəsə. Və qəd qalə, o deyir, və qalə, yəni şəhid əvvəl deyir ki, qalə, şəhid əvvəl. Və qəd qalə Kəşfi deyib ki, əcməətil isabə ələ təsihi ma yəsihə ənil Həsən ibn Məhbub. Ənhumun yerinə o şəxsin adını qoyub da, fərqi yoxdur. Şəhid sanı nə deyib? Bunlar heç bir bəhs deyir, bunlar təyidlərdir ki, bunlar da bu sözləri görüblər. İndi əsl və sıradır. Və şəhid sanı deyir ki, qalə fi şərh-i dirayədə nəqəlulu icma. İcma nəql ediblər biz, yəni Kəşfi deyib də, icma nəql edib də. Əla təsihi ma yəsihə ən Aban ibn Osman. Bəzilərinin onların içində Aban ibn Osman. İlə qeyri zalik minən nusus əl-hakiyə nəslər var ki, hekayət ki, ən tələqqil əsab ma zəkərəhul Kəşfi bi qəbul. Yəni bundan hekayət ki, o Kəşfinin qeyd elədiyi şeyini təid edir və qəbul, özlərinə qəbullandırıblar. Və fîmə zəkərna qina və kifayə. Bu qədər ki, dedi kifayətdir da, deməyəydi hansı alimlər eləyib, nə qədərdir. Amma keçir əsli bəhsə. Əsli bəs başlanğıcını deyirəm, orasını keçmirəm. Fi təfsiri qovlu təsihi ma yəsihə ənhuya gəldi. Ənhumda. Hâzə huvəl bəhthul muhim əlləzi əqədna ləhu hâzə dərs. İstəyir bunu təyin edək. İnnə qovlahum təsihi ma yəsihə ənhum murakkəbun min cüz'in. Bu 2 dənə cüzdə nədir? İbarətdir. Biri təsihi madır, düzdür ağacan. Biri də orası yəsihə ənhumdur. Təsihi madan manovr vermir, şey eləmir. Təsihi manı indi burada demir. Qabaqda deyəcək. Yəsihə ənhumu deyir tez qutarır. Çünki onda bir bəhs yoxdur. Siz onu bir dənə oxuyub qutaraq. Yəni onda bir bəhs yoxdur. Yəsihə ənhum budur ki, qardaş, bunu demək istəyirlər ki, ürfən ərəbdə. Sən bu alimlərə qədər gəldin. Bu alimlərdən sonra bəhsdir. Yəni bu 18 nəfərə qədər sənələ sənədivi düzəl. Ondan sonra bunları bəhs edirik. Yəni ki, bunlar hansı sənəddə varsa hamısını götürürük. Əshab-ı icmanı bəhs ona görə ediblər ki, bu alimlərə qədər sənin sənədində problem yoxdursa, bundan sonra bəhs gəlir. Bu alimlər özü siqədir, özündən sonrakilər siqədir, yoxsa yalnız özlərini siqədir, ya bunların hədisini bəhs oradan başlayır. Aydın oldu? Yəsihə ənhum deyir ki, ona çatdırır ki, yəni bunlara qədər ki, səhidlər. Yəni belə deyək, belə demək istəyir. Demək istəyir, güya ki, belə demək istəyir. Deyir ki, ay cəmaha, alimlər icma ediblər ki, bunlara qədər gələnlər səhih olsa, bunları da təsih edir. Bunları nəyi təsih edir? O bəsdir. Diqqət edin. Bunlara qədər gələn yəsih anhum. Yəni, belə deyək də, onlara qədər gəlsə səhih olsa, ondan sonrakiləri təsih edir. Ondan sonrakiləri necə təsih edir? Özünü təsih eləyək bu mənaya. Yoxsa ondan hamısını imama qədər o işi bəhs edəcək. Onu bir dənə balacanı oxuyaq, sonra qalsın gələn səvə. Əmməl cüz'ü-thani fənuvaddihu bil misali tali. O ikinci misalla dedik, qoyur bəhs. Çünki orada bəhs yoxdur.
Kəfirən ma, çox vaxt Yərvi Şeyx el-Kuleyni bir sənədi talib. Bu cürə sənədlə gəlir. Əli ibn İbrahim, bilirsən də kimdir Əli ibn İbrahim? Ən əbihi. Əbihi kimdir? İbrahim ibn Haşim. Aferin. Bunlar ikisi də nədir? Siqət. Aferin. İbrahim özü deyir, ən əbihini bəyan edir. Kimdir? Onun yəni atası kimdir? İbrahim ibn Haşimdir. Ən ibn Əbi Umeyr, ən ibn Uzeynə. Ağa diqqətsən ibn Əbi Humeyr əshab-ı icmadandır ya. Burada söz. Ən ibn Uzeynə. Diqqət elə. Ən Əbu Abdullah sallam. Getdi bəsə. Fəbnə Əbi Umeyr min əshab-ı icma. Bunu bildi, düzdür? O qaldı. Fəiza kana sənəd minəl Kuleyni. Yəni Kuleynidən ta ya Ali ibn İbrahimdən get ta ila ibn Əbi Umeyr səhihən, səhih olsa yuqalu səhhə anhu. Belə deyirlər, səhihdir ondan. Ona görə deyirlər ki, yəsihu anhum. Və mithluhu sairu əshab-ı icma da belədir. Başqa yəni əshab-ı icmanı qoyur, eybi yox. İndi bizi o qoymuşdur, onu. Fəiza kana, yəni bunu demək istəyir. Fəiza kana sənəd min bəd'ihi, yəni başlayandan sənəd min bəd'ihi ileyhim, yəni ilə bu əshab-ı icmaya qədər səhih olsa, deyirlər yuqalu səhhə anhu. Aydın oldu? İnnəmal kəlam uğursundadır. Yəni təşhi demək istəyib ki, güya ki, bütün alimlərimiz icma ediblər ki, bunlara qədər olan sənəd düz olsa, bundan sonrakını da qəbul eləyin. Qəbulün nə? Zurarənin siqəliyin qəbul eləyin, ya zurarə və sonra imama kimi hamısı qəbul, onu bəhs edəcək biz. Sabah inşallah. Aydın oldu ağacan? Bəhsimiz aydın oldu. Ya sabah deyən şənbə günü. Vəssalamu aleykum və rəhmətullah.